Hər vaxtınız xeyirli olsun, əziz və sevimli tamaşaçılarımız. Həkimlə deyir verilişi yenidən efirdədir. Xoş gördük sizi, hörmətli tamaşaçılar. Bəli, Həkimlə deyir verilişi efirdədir. Bugün çox maraqlı bir qonağımız var. Çox vacib və maraqlı bir mövzuya toxunacağıq. Belə ki, bugün hamiləlik dövründə patologiyaların erkən və vaxtında dəqiq diaqnostikasından danışacağıq. Hörmətli xanımlar, xüsusən də ana olmaq hazırlaşan xanımlarımız ekrana yaxın əyləşsinlər. Çünki bu mövzu sizin üçün çox maraqlı olacaq. Qonağımız Şua diaqnostikası üzrə tanınmış həkim, xüsusən hamiləlik patologiyalarını və diaqnostikası sahəsinin seçkin mütəxəssis Aynur Məmmədovadır. Aynur xanım, xoş gəlmişsiniz. Qeyd edim ki, Aynur xanım 3 ilə yaxın Ankarada və Qazi Universitetində təkmilləşdirmədə təhsil alıb və bu öz sahəsi üzrə kifayət qədər təcrübə toplayıb. Xoş gəlmişsiniz. Çox sağ olun, xoş gördük hər bir tamaşaçınızı. Salamlayıram. Xoş gəlmişsiniz və əziz tamaşaçılar, bizlə əlaqə saxlamaq istəsəz, suallarınız varsa 050 455 79 46 nömrəsinə zəng edə bilərsiniz və əlbəttə ki, Səidə xanım bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. Suallarınız varsa orada da yönəldə bilərsiniz bizə. Və verilişimizin də baş sponsoru Kraton Klinikasıdır. İlk sual vermək istəyirəm Aynur xanım sizə. Hamiləlikdə patologiyaların erkən diaqnostikası niyə bu qədər vacibdir? Hamiləlik patologiyaların erkən diaqnostikası çox vacibdir hamiləlik dövründə. Çünki dölün inkişafı mərhələli şəkildə gedir. Yəni bir sıra mərhələlərdən keçir. Xüsusən erkən dövrdə orqanogenez prosesi getdiyinə görə, yəni orqanların formalaşması ən çox düşür erkən 8 həftəyə qədər müddətdə olduğu üçün bu həftədə hər hansı bir xarici və daxili xoşa gəlməz təsirlər olarsa, bu dölün orqan formalaşmasına mənfi təsirini göstərir və biz də bunu nə qədər erkən aşkarlaya biliriksə bu təsirləri, yəni bu xoşa gəlməz dəyişiklikləri aşkar ediriksə, o qədər də hamiləliyin gedişatı üçün, hamiləliyin gedişatının hamilə kontrolü, hamiləliyin zamanında müalicə taktikasının işlənib hazırlanması və gələcəkdə dölün sağlamlığı baxımından müayinə və müalicə taktikalarını düzgün şəkildə planlayıb işləyə bilirik, hazırlaya bilirik. Prenatal diaqnostika dedikdə bir şey qeyd etmək lazımdır ki, bunun deməli, xüsusən erkən prenatal diaqnostikanın daxilinə diaqnostikaya aiddir ultrasəs müayinəsi birinci növbədə və genetik diaqnostik metodlar buraya daxildir. Ultrasəs müayinəsi ilə genetik diaqnostik metodlar, skrining metodları, bunlar kombinə olmuş şəkildə aparılmalıdır ki, yüksək deməli dəqiqliklə diaqnostik nəticələr əldə edə bilək. Və qeyd etmək istəyirəm ki, ultrasəs müayinəsi erkən hamiləlik vaxtına, yəni 5-ci, 6-cı həftəsindən başlayaraq doğuşa qədər aparılmalıdır və birinci trimestrdə apardığımız 11-ci və 14-cü həftələr arasında apardığımız ultrasəs müayinəsinin genetik analizlərlə birlikdə korrelyasiya etdikdə dediyimiz kimi bir sıra deməli xromosom xəstəliklərin erkən diaqnostikasını biz qoya bilirik, erkən diaqnozunu qoya bilirik. Maraqlıdır. Aynur xanım, hamiləlik vaxtında, hamiləlik dövründə MRT müayinəsi döl üçün təhlükəsizdirmi? Əlbəttə, hamiləlik müayinəsi müddətində MRT aparmaq təhlükəsiz bir müayinə metodudur. Ümumiyyətlə, fetal MRT müayinəsi çox deməli insanların bu müayinə haqqında bilgiləri, yəni xəbərləri, məlumatları azdır. Xüsusilə vurğulayaraq qeyd etmək istəyirəm ki, MRT müayinəsini biz 20-ci həftədən etibarən aparırıq. Çünki döl daha kiçik olur, 20 həftədən öncə qabaq daha kiçik ölçülü olduğuna görə dölün görüntüləməsi bu həftədən qabaq fetal hərəkətlər baxımından, ondan sonra kəsiklərin qalınlığı da 3-4 mm olduğuna görə görüntüləmə kəsiklərini bu həftədən öncə qabaq deməli ala bilmirik. Yəni bizi qənaət edən kəsiklər əldə edə bilmirik. Ona görə də bu müayinə 20-ci həftədən sonra aparılmalıdır və
Hamilələrimiz tam rahat olsunlar. Hem fetal MRT bu bir radiasyon şua müayinə metodu deyil. O sual həmişə yaranır. Bəli, KT kompüter tomoqrafiyadır, rengen müayinə metodlarında rengen şuaları istifadə olunur. Bunlar ionlaşdırıcı şualardır. Yəni toxmalardakı atomlardan elektronu qopardıb, onlar ion şəklinə çevirir və bu ionların orqanizmdə toplanan ionlarda təbii ki, inkişafda olan deməli dölün genetikasına mənfi təsir göstərə bilər. Amma fetal MRT-də bu hal olmur. Fetal MRT-nin iş prinsipi ana maqnit sahəsi, güclü bir maqnit sahəsi və radio dalğaların köməyi ilə bizim bədənimizdə ən çox mövcud olan hidrogen deməli protonlarından gələn siqnalları qeyd etməkdir. Bunları qeyd edib müxtəlif deməli kompüterlər vasitəsilə müxtəlif alqoritmalarla işlənib görüntü halına çevrilir və biz də bu görüntüləri deməli görüntülərə baxaraq lazım məlumatlar əldə edə bilirik. Üzr istəyirəm Zümrüd xanım. Aynur xanım, dediniz neçə həftəliyindən MRT müayinəsi mümkündür? 20 həftəsinə etibarən. Hansı hallarda, hansı istisna hallarda daha erkən müayinəyə ehtiyac duyulur? Çox yaxşı sualdır. Bilirik ki, hamiləlik müddətində əvəz olunmaz diaqnostika metodu bizim ultrasəs müayinəmizdir. Hansı ki, el arasında uzun avantajı var, nə avantajlarıdır, bunu bir ilk növbədə açıqlayım. Yəni, ultrasəs müayinəsi çox yayğındır. Qiymət baxımından, əldə olunurluq baxımından, yəni hər kəs ultrasəs müayinəsinə çox asanlıqla keçə bilir, üstünlüyü var və real time'da, yəni ki, real zaman dilimində baxa bildiyimiz üçün, bu apara bildiyimiz üçün daha informasiya, geniş informasiya əldə edə bilirik. Həm dölün orqan patologiyaları haqqında, orqanları, strukturları, patologiyaları və həmçinin də inkişafı barəsində, eyni zamanda onun içində Doppler texnikası da var ki, Dopplerin də köməyi ilə qan dövranı haqqında geniş məlumat əldə edə bilirik biz ultrasəs müayinəsinin köməyi ilə. Amma hər zaman ultrasəs müayinəsi ilə %100 biz istədiyimiz deməli görüntüləmə, istədiyimiz məlumat əldə edə bilmirik bəzən. Xüsusən mərkəzi sinir sistemi patologiyaları varsa, ağciyər patologiyalarında, qarın boşluğu orqanların bəzi patologiyalarında ultrasəs müayinəsində şübhəli qaldığımız hallar olur. Şübhəli qaldığımız hallarda da biz hamiləni fetal MRT-yə yönləndiririk. Fetal MRT-nin üstünlüyü odur ki, fetal MRT-də toxmaları bir-birindən ayırt etmək daha rahatdır, daha dəqiqliklə toxma diferensiyasını apara bilirik. Və bəli, buyurun. Hamilələrimiz bundan narahat olmasınlar, qorxmasınlar. Göstəriş varsa, bəli, çox rahatlıqla gedə bilərlər o müayinəyə. Bu da əlbəttə ki, həkim tövsiyəsindən sonra. Təbii ki, ilk öncə ultrasəs müayinəsi aparılır. Ultrasəs müayinəsində hər hansı bir şübhə olarsa, radioloqun tövsiyəsi ilə həmin hamilə fetal MRT müayinəsinə yönləndirilir. Bəs MRT müayinəsi ilə ultrasəs müayinəsi arasında daha çox fərq nədədir? Fərq dediyim kimi, ultrasəs müayinəsi ultrasəs şüalarının köməkliyi ilə görüntü əldə etməyə imkan verir. Amma maqnit rezonans tomoqrafiya isə maqnit rezonans dalğaları hesabına biz burada görüntü əldə edirik. Əsas fərqlərdən biri maqnit rezonans tomoqrafiyanın bahalı olmasıdır. Yəni ki, ultrasəs qədər hər yerdə mövcud deyil bu müayinə, yayğın deyil Azərbaycanda hələ ki. Və bir də ki, klaustrofobiyası, yəni qapalı məkanda qorxusu olan deməli insanlar o müayinədən asanlıqla keçə bilmirlər. Müddəti də bunun biraz uzundur. 20, ortalama 30 dəqiqə arasında davam edir. Bu da dölün hərəkətindən bağlıdır bu müayinənin müddəti. Amma texnika inkişaf etdikcə, diaqnostik metodlar, yəni cihazlar təkmilləşdikcə güclü demək sekanslar yavaş-yavaş əldə olunur, alqoritmalar işlənib hazırlanır ki, bu da müayinənin get-gedə qısalmasına, daha qısa müddət ərzində tamamlamasına imkan verir. Əslində Səidə xanım, Aynur xanım, yəni
ətrafımızda da çox ana olmağa hazırlaşan Xanımlar xanımlar var, olub bəli. və bəzən doğrudan da doğru düzgün diaqnostika olmayanda bunun da pis fəsadları olub və əlbəttə ki, bu fetal MRT-nin olmağı və bizim verilişimizin də elə mahiyyəti, məqsədi ondan ibarətdir ki, bizi baxan ana olmağa hazırlaşan xanımlar daha da məlumatlansınlar və doğrudan da yəni mütləq həkim məsləhəti ilə olunmalıdır. Heç bir məncə çox maraqlıdır. Bax, xanım hamilədir və yoxlamağa gəlib ultrases müayinəsinə. Öz istəyi olsa da, bax sizin tövsiyəniz olmasa da, öz istəyi olsa da bundan keçə bilərmi? Ultrases müayinəsindən. Fetal MRT-dən. Xeyr. Təbii ki, hamilə fetal MRT-ni neçənci həftədə aparılması lazımdır. Göstəriş olmalıdır. Fetal MRT, yəni hər hamilə yəni öz istəyinə keçə bilməz. Xüsusi göstərişlər olmalıdır. Göstərişlər də təbii ki, biz həkim radioloqlar təyin edirik. Yəni ultrases müayinəsi əsasında qərara gəlirik ki, məsələn, beyin mərkəzi sinir sisteminin bəzi inkişaf qüsurları var ki, məsələn, korteksin, beyin qabığının, şırın və qırışların inkişaf anomaliyaları var. Miqrasiya problemləri ola bilər ki, bunu ultrases müayinəsində biz detallı şəkildə, dəqiq şəkildə görə bilmirik. Çünki toxuma kontrastı orada MRT-dəki qədər güclü deyil. Yəni biz məcburuq buna, yəni biz o qərara gəlirik ki, biz əlavə, yəni yenə də dediyim kimi ultrases müayinəsinin bir əlavə metoddur bu, dəstək metodudur. Bu deməli dinamik bir, daha doğrusu daimi izlənmə kimi hamilənin izləmək şəklində bundan istifadə edilmir. Xeyr, bu dəstək metodu olduğu üçün bunu sırf biz radioloqlar o qərara gəlirik ki, buna fetal MRT-dən keçmək lazım olar və bizə əlavə bir məlumat lazım. Üzr istəyirəm. Doktor, bax, siz dediniz ki, biraz bundan öncə vurğuladınız ki, göstərişlər olmalıdır. Bilirsiniz ki, indi daha çox uşaqlar arasında autizm, Down sindromu yayğındır. Bəs erkən zamanda bunu aşkar eləmək mümkündürmü, yoxsa? Təbii ki. Bir şeyə aydınlıq gətirmək istəyirəm. Birincisi, genetik xəstəliklərdir. Bu söylədiyiniz xəstəliklərin çoxu. Məsələn, Down sindromu, bəzi genetik xəstəlik, gen xəstəliyi var ki, məsələn, bunlar deməli tək gen səviyyəsində olan mutasiyalar hesabına baş verir ki, hansı ki, biz o genetik elə genetik daşıyıcılar var və genetik elə xəstələr, məsələn, bunlar hansılardır? Talassemiya xəstələri, qan xəstəlikləri var, müxtəlif cür. Yəni muskular distrofiya, atrofiya deyilən, semiya deyilən bir ciddi deməli əzələ atrofiyasına müşahidə olunan xəstəlikləri var, metabolik xəstəlikləri var, ferment patologiyaları var ki, müxtəlif ferment patologiyaları var ki, bunları əlbəttə ki, heç bir şəkildə biz ultrases müayinəsi ilə diaqnozunu qoya bilmirik. Baxırıq, tam normal gedişli hamiləlikdir, dölün inkişafında, orqanlarında, Dopplerometriyasına heç bir problemi aşkar etmirik. Amma uşaq doğulur, ailədə hər hansı bir genetik daşıyıcılıq var, irsi xəstəlik var ki, bizim yəni cəmiyyətdə də yaxın gələcəyə qədər qohum evliliklərin sayı bilirsiniz ki, çoxdur. Əlbəttə ki, bu həmin genetik xəstəlikləri gətirib çıxardır. Baxırsan, yəni hər şey normaldır, amma uşaq doğuldu, hər hansı bir genetik xəstəliyi aşkarlanır müəyyən bir ayından, müəyyən bir yaşından sonra. Metabolik xəstəlik aşkarlanır uşaqda, başqa bir genetik xəstəliklər aşkarlanır ki, bunu da əlbəttə ki, nə ultrases müayinəsinin köməyi ilə, nə də fetal MRT müayinəsinin köməyi ilə, yüksək informativliyinə baxmayaraq biz bunu aşkar edə bilmirik. Nə etmək lazımdır? Erkən xüsusən hamiləlik həftələrində detallı genetik analizlərdən keçmək lazımdır. Üzr istəyirəm, doktor, erkən deyirik. Erkən, konkret olaraq bir vaxt desək. Hansı vaxtda? Neçə ayında? Neçə həftəliyində, neçə ayında ki, artıq valideyn narahat olmalıdır ki, o bütün müayinələrdən keçməlidir. Çox yaxşı sualdır. Əgər deməli hamilələrin ailəsində bilinən genetik xəstəliyi varsa, əgər ailədə xəstə uşaq varsa, genetik problemli xüsusən xəstə uşaq varsa. Üzr istəyirəm, tək ailədə deyil, həm də birinci dərəcəli qohumlar, nəsildə. Yəni, bəli, çox haqlısınız. Nəsildə birinci dərəcəli qohumlardır. Genetik hər hansı bir bilinən genetik xəstəlik varsa,
və yaxud da ki, yaxın qohum evliliyi varsa, ana yaşı çoxdursa, 35 yaşın üstündədirsə, ananın yaşı. Risk qrupudur. Bəli, bunlar risk qrupuna daxildirlər. Bunu yəni ciddi almaq lazımdır, belə deyək, diqqət almaq lazımdır. Və erkən olaraq demək analiz, genetik analizlər, məsələn, ultrasəs müayinəsilə birlikdə bizim 11-ci və 14-cü həftələr arasında skrining, birincili skrining, trimester skrining ultrasəs müayinəsi dediyimiz müayinə var. Burada biz ənsə qalınlığını ölçürük, dölün, burun sümüyünün uzunluğunu və təpə büzlüm ölçüsü dediyimiz bədən ölçüsünü ölçərək daha sonra qanın, ana qanından götürülmüş. Ana qanında demək, bəzi biomarkerlər var. O biomarkerlərlə birlikdə korrelə olunur bilgisayarın, kompüter vasitəsilə və bir risk verilir hamiləyə. Məsələn, 1-in 80-ə deyək, 1-in 80 çox böyük risk qrupuna aiddir bu hamilələr və ya 1-in 5000 desək, o düşük risk sayılır. Əgər 1-in 80-ə çıxdısa bu risk, onda nə etməlidir? Daha digər, daha informativ olan digər genetik analizlərə yönləndirilməlidir. Məsələn, NIP testi. NIP testi də El dilində nədir bu? Non-invaziv prenatal test deyirlər. Yəni, non-invaziv bir testdir. Mənası nədir? Ana qanından alınır, dölün DNK materialları, genetik materialları götürülür və o materiallar üzərində yəni, analizlər aparılır, tədqiqat aparılır. NIP testi, screening testlərdən olan ikili testlər, üçlü testlər, dördlü testlər, bunlar ana qanunla... İkili, üçlü, dördlü testlər, doktor, bunlar mütləq xahiş edirəm, bəli, açıqlamasını. İndi açıqlama verim ki, bax, bu testlərin hamısı, bunlar diaqnostik testlər sayılmır. Bunlar risk təyin edir. Riski təyin edir. Bunlar tam diaqnoz qoyulmaq üçün olan testlər deyil. Yalnızca NIP testi 99% halda Down patologiyasını, Down trisomiyasını yəni aşkarlamağa kömək edir 99% halda. Digər xromosom patologiyaları üçün yəni bunun informativliyi düşükdür, yəni aşağıdır. Nə etmək lazımdır bəs? İkinci səviyyə genetik analizlərə müraciət etmək lazımdır. Əgər hər hansı bir şübhə çıxarsa, ikinci səviyyə, yəni diaqnostik genetik analizlər dediyim, məsələn, VES var, bu tək gen səviyyəsində və ya multigen səviyyəsində aparılan analizlərdir və yaxud da ki, mikroarray dediyimiz xromosom analizləri var ki, bu analizlərin yalnızca köməyi ilə biz risk deyil, diaqnoz qoya bilərik. Biz deyən deyil, yəni genetiklər o diaqnozu təsdiqləyə bilərlər. Əksi təqdirdə 2-li, 3-lü, 4-lü bunlar yalnızca risk qrupunu təyin edir. Üzr istəyirəm, doktor. Bəli, buyurun Zümrüt xanım. Bir sual vermək istəyirdim. Əlbəttə ki, bu MRT olunanda hər kəsdə bir sual yaranır ki, kontrast maddə vurulurmu və bunun körpəyə nə qədər zərəri var? Zərəri, təbii ki. Bu, deyim ki, kontrast maddə əks göstərişdir. Niyə? Çünki kontrast maddəni vurduqda anadan, təbii ki, ananın damarlarına vurulur kontrast maddə. Bu kontrast maddə anadan cift vasitəsilə keçir dölün qan dövranına, bəli. Dölün qan dövranında isə dövr etdikdən sonra bir müddət böyrəkləri vasitəsilə süzülür hara? Amnion kisəsinə. Çünki dölün sidik ifrazatı birbaşa amnion mayesinə olur. Amnion mayesindən də bu artıq təkrarən döl tərəfindən o amnion mayesi udulur, yenə təkrar o sidikdən yenə amnion qişasına ifraz olunur və uzun müddət o amnion qişasının içində qalır o kontrast maddə. O da ağır torpaq metal olduğuna görə qadalinium istifadə olunur. Yəni, dölə hər hansı bir onun zərəri ola bilər. Ona görə də bundan kontrast maddə istifadə olunmur. Bəs bunun, yəni bunun necə? Kontrastsız şeylər, sekansları. Yəni, kontrast şərt deyil. Şərt deyil. Xeyr, şərt deyil, bəli. MRT müayinəsində kontrast, fetal MRT müayinəsində kontrast vurulmaq şərt deyil və lazım da deyil. Yəni, aldığımız yüksək rezolyusyonlu sekanslar hesabına bizə lazım olan informasiyanı orada əldə edə bilirik.
Bəli. Bəli. Əslində doktor, biz istənilən müayinəyə gedəndə canımız şirində axı soruşuruq ki, bu ağrılıdır. Bəs MRT, mən bilirəm ki, hansı formada aparılır, çünki tez-tez keçmişəm müayinədən. İstəyərdim ki, siz cavablandırasınız. Ağrılıdırmı? Xeyr, ağrılı müayinə deyil, amma səsli, yəni səs-küylü müayinədir. Və bu pasiyenti narahat eləyir. Pasiyenti narahat eləyir. Bir suallarda, onlarda belə həmişə meydana gəlir, qorxu meydana gəlir ki, görəsən bu səs dölə, dölün eşitmə orqanlarına təsir eləyə bilərmi? Edirmi? Xeyr. Nəyə görə? İzah eləyim. Bu səsin desibel ölçüm vahidi, yəni 80-120 desibel yəni hüdudundadır bu MRT-nin verdiyi səs-küy. Amma bizim qulağımıza o şəkildə çatır. Davamlıq müddəti düzdür azdır. Yəni müayinə müddəti 20-30 dəqiqədir. Olsun 40 dəqiqə. Bu müddətdə təsiri var. Amma artıq ananın toxmalarından, dölyanı mayedən, dölün qulağına, eşitmə orqanlarına gedir, çatır. 20-30 desibel qədər aşağı səviyyədə. 80 desibel olur. 80 desibeldə dölün hər saniyədə məruz qaldığı ananın damarlarının da səsi var. Orada qan axını var. Ananın aortasında, ana damarında orada həmişə qan axını var. O da bir səs-küy yaradır. O səsin də tezliyi 78 desibeldir. Yəni bildiyiniz dölün hər zaman məruz qaldığı bir şeydir. Doktor, davam edəcəyik. Əziz tamaşaçılar, mövzumuz çox maraqlıdır, xüsusilə hamilə xanımlar üçün. İstərdim ki, sizi maraqlandıran suallarla bizə müraciət edin. Əlaqə nömrəmiz 455 79 46 050 ilə. Verilişimizin baş sponsoru Kraton Klinikdir. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri mövcuddur. Sağlam uşaq, sağlam gələcəkdir devzini rəhbər tutan klinika, ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzləri də mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapiya, fizioterapiya və reabilitoloqlar fəaliyyət göstərir. Çoxşaxəli tibbi xidmətləri bir mərkəzdə almağınız üçün peşəkar mütəxəssislərdən təşkil olunmuş fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də mövcuddur. Mərkəzlərimiz peşəkar tibbi personellə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir. Reklamlardan sonra yenidən sizinlə bərabərik və əziz bizi izləyən xanımlar, ekranda daha yaxın əyləşirsiniz və suallarınız varsa bizlə əlaqə saxlayır. Skaner xətt nömrəmiz də oradadır. Və Aynur xanım, davam edirik. MRT-dən danışırdıq. Əgər hansı bir pasiyentinizi MRT-yə yönəltmişsinizsə və cavablar müsbət çıxıbsa, hansısa əlavə bir yoxlanmağa ehtiyac olurmu? Əgər organik patologiyalarda hər hansı bir struktur anomaliyalarından şübhələnmişiksə və cavablar MRT-də təsdiq olunmursa, əlbəttə ki, xeyr. Xeyr, ehtiyac olur. Ehtiyac yoxdur. Doktor Aynur xanım, əslində çox maraqlıdır. Biraz da sizi tamaşaçılarımız istəyərdim ki, tanısınlar daha yaxından. Məncə çox maraqlıdır. İndiyə qədər artıq çox uzun illərdir bu sahədə fəaliyyət göstərirsiniz. Və olubmu qarşınıza elə bir xəstə çıxıb ki, bax, yönəltmişsiniz, yoxlayıb, həm fetal MRT-dən keçib, uzun zaman ultrasəs müayinəsindən keçib və görmüşsünüz ki, bəli, bu uşaqda patologiya var və artıq valideynin sizin məsləhətiniz və valideynin bir seçimi olmalıdır. Təbii. Belə deyim sizə, məsələn, ən çətin, ən çətin məqamı budur. Birinci sualımız erkən diaqnostika, prenatal diaqnostikanın deməli üstünlüyündən dediniz, bunu da qeyd eləmək lazımdır ki, çox vacibdir erkən həftəliklərdə. Elə qüsurları var ki, həyatla bağdaşmır da, həyatla uyumsuz qüsurlardır. Məsələn, ciddi ürək qüsuru var, mərkəzi sinir sisteminin ciddi patologiyalar olur ki, bu uşaqlar ya deməli hamiləlik bətin daxilinə inkişafdan qalır, ya doğulduqdan sonra ciddi deməli psixoloji, fiziki, əqli qüsurlar olur bu uşaqlarda, çox ciddi.
Və yaxud da dediyim kimi doğulandan sonra bu uşağın yaşaması üçün deməli maalesef ki yaşaya bilmir bu uşaqlar. Bunun erkən diaqnostikası, vaxtında aşkarlamaq, yəni imkanımız daxilində vaxtında aşkarlamaq nəyə daha yəni yaxşı yəni təsirini göstərir. Birinci növbədə ailəyə məlumat veririk biz həkimə, klinisyen deməli bu barədə məlumatını alır və öz deməli gələcək taktikasını müəyyənləşdirir. Əgər hamiləliyin pozulması qərarına əgər gəlinirsə həm ailə tərəfindən, həm bu müalicə həkimi tərəfindən o zaman erkən deməli bu işi erkən yerinə yetirməklə bilirik ki, süni deməli abortlar da müəyyən bir tipi prosedura məruz qalır hamilə qadın. Nə qədər o prosedurun həcmi kiçik olarsa, yəni vaxtında olarsa, bu tipi prosedurlar nə qədər kiçik ölçülü olursa, həm deməli orqanizmaya bir o qədər yəni travmatik olmasa da, yəni minimal prosedura məruz qalmış olur. Həmçinin də hamilənin məruz qaldığı psixoloji bir stres də var, təbii ki. Onun da həcmi azalmış olur. Doktor, etiraf edək ki, bax siz dediyiniz müayinələr vaxtı hər müayinə arası bir 10 gün, 15 gün, bir neçə gün gözləməli olur. Uşaqsa böyüyür bətində. Mənim belə tanıdığım bir xanım var idi. Tam 6 ay müayinədən keçdi. Mütəmadi olaraq şübhələri var idi deyə doktorların, peşəkar həkimlərin. Bu müalicə o dediyiniz 2-li, 3-lü müayinələr falan və 6 ayında məlum oldu ki, bəli, uşaqda bu patologiya var. Bu zaman uşaq süni yolla dünyaya gətirilməlidir. Bunun özü bəli, valideyn üçün daha dəhşətli deyilmi? Yəni biz daha erkən, yəni bu uşaq böyümədən bətində artıq ana artıq bədənində hiss eləyir evladının ürək döyüntüsünü. Bunu daha erkən həll etmək mümkündürmü? Yəni tibb bilirik ki, inkişaf edib. Bu kimi bir üstünlüyümüz varmı? Maalesef təəssüflər olsun ki, elə bir üstünlüyümüz yoxdur. Nəyə görə? Heç də bütün deməli patologiyalar erkən hamiləlik müddətinə aşkar oluna bilmir, özünü göstərməsən. Birinci buna misal, ən böyük misal mərkəzi sinir sisteminin inkişaf qüsurudur. Mərkəzi sinir sistemi hamiləliyin ta erkən deməli həftələrindən etibarən doğulduqdan sonra belə 2 yaşına qədər ciddi deməli inkişaf mərhələlərindən keçir mərkəzi sinir sistemi. Məsələn, mikrosefaliya, kiçik baş ölçüləri mikrosefaliya deyə bir şey var. Yəni bunu biz deməli əfsuslar olsun ki, heç də bətən daxili tam diaqnozunu qoya bilmirik. Niyə? Beynin şırım qırışlarına baxa bilirik ultrasəs müayinəsinin köməyi ilə, amma 24-cü həftəsindən uşağın ta 2 yaşına qədər davam edən mielinizasiya prosesi var. Yəni sinir lifləri normalda, yəni erkən həftələrdə bunların heç bir örtüyü olmur, qoruyucu örtüyü olmur. Mielin qişası bunların qoruyucu örtüyüdür. Bu qoruyucu örtü 24 həftəsindən başlayır inkişaf eləməyə. Ki biz onu ultrasəs müayinəsinin köməyi ilə görə bilmirik. Bəs fetal MRT? Fetal MRT-də bunu xaricdə inkişaf etmiş mərkəzlərdə MR spektroskopiya deyilən bir deməli sekans yöntəmi vasitəsilə bunu görə bilirlər. Yəni diaqnoz üsulla diaqnozunu qoymaq mümkündür, %100 olmasa da. Amma əfsuslar olsun ki, bizim yəni ölkəmizdə bu yeni sahə olduğuna görə bu yəni cihazların imkanları və təbii ki, yeni olduğuna görə praktikada praktik təcrübələr bəli biraz az olduğu üçün hələ ki bunu eləyə bilmirik. Amma inşallah bəli. Doktor, dediniz ki, yeni üsul neçə müddətdir? Yəni artıq bizim ölkəmizdə var bu. Bizim ölkəmizdə artıq 4 il, 3-4 il bu müayinə ilə məşğul olan çox dəyərli, çox yəni savadlı həkimlərimiz var. Artıq 3-4 ildir ki, bu müayinə Azərbaycanda məşğul olur. Görün nə qədər biz əslində yəni patologiyalarının qarşısını almışıq. Aynur xanım, patologiyalardan danışmışkən, Azərbaycanda ən sıx rast gəlinən patologiyalar hansılardır? Məsələn, daha çoxluq
Daha çoxluq əslində çox yəni fərqlidir. Yəni genetik patologiya deyirsinizsə, Azərbaycanda məsələn bəzi genetik qan xəstəlikləri var. Bizə yəni bu dəqiqəki mövzumuza aid olan məsələn talasemiya xəstəliyi çox geniş yayılıb, hansı ki, ultrases müayinəsinin diaqnostikası mümkün deyil. Yalnız genetik diaqnostika olunmalıdır bətin daxili. Amma bizim gördüklərimiz məsələn, Down sindromlu, yəni o da yenə də ultrases müayinəsindən dəqiq diaqnozu mümkün deyil. Yalnız şübhə ola bilər və onu genetik analizlər təsdiq etməlidir. Bəzən heç bir şübhə də olmuş. Demək, sizin müayinənizlə, yəni MRT müayinəsi ilə və ya ultrases müayinəsi ilə birlikdə belə çıxır ki, mütləq şəkildə genetik mütəxəssislər də müayinəni davam etməlidir. Bu kompleks prenatal diaqnostika kompleks bir diaqnostikadır. Bunun içinə ən əsası dediyim kimi təkcə funksional diaqnostik metodlar deyil, həmçinin də buraya laborator diaqnostik metodlar da aiddir. Doktor, bir də bir sual vermək istəyirəm sizə. Məsələn, siz fetal MRT-ni məsləhət görəndən sonra 20 həftəsindən sonra təkrar ehtiyac olurmu? Yoxsa bunu bir dəfə eləyirlər? Təkrar ehtiyac ola bilər. Dediyim kimi, beyin inkişafı, məsələn, beyni götürsə, beyin inkişafı müxtəlif mürəkkəb mərhələlərdən keçir, hətta dediyim kimi davam edir inkişafa. Bayaq söhbətimiz biraz yarımçıq qaldı, fikrimi tamamlaya bilmədim. Demək istəyirəm ki, məsələn, mikrosefaliya, bu miyelinizasiya, sinir liflərinin örtüyü hələ doğuldandan sonra bu proses davam etdiyinə görə, miyelinizasiya deyirik biz buna, davam etdiyinə görə, bəzən bu proses tamamlana bilmir, normal getmir və uşaq doğulur, ultrases müayinəsində bətən daxili müddətində, izlədiyimiz müddətdə dövrdə hamiləlik həftəsinə uyğun olan baş ölçüləri doğulduqdan sonra inkişafdan qalmağa başlayır. Yəni mikrosefaliya inkişaf etməyə başlayır ki, biz də bunu bətən daxili görə bilmirik və yaxud da ki, təkrar nə zaman ola bilər? 2 həftələrdə, 20 həftəsinə gəldi, beyin şırım qırışları öz deməli formalaşması tamamlanmış olmur. Hər həftəyə görə artıq inkişaf gedir. Dəyişikliklər baş verir beyində. Əgər 20 həftəsi hər hansı bir deməli şübhəmiz olarsa, əlbəttə ki, daha böyük həftədə bunu təkrarlamaq istəyərik. Əslində Aynur xanıma belə bir sual da vermək istəyirəm. Uzun illər ultrases müayinəsində siz işləmişsiniz. Amma hansı tələbatdan yarandı ki, siz gedib fetal MRT-ni öyrənmək istədiniz? Nədir də? Yəni mükəmməlləşdirmək istədiniz, yoxsa nə? Əslində, belə deyim, ultrases müayinəsinə köməkçi metodları bilmək çox vacibdir. Yəni ki, çox olur ki, ultrases müayinəsi aparırıq, amma sual altında qaldığımız məsələlər olur. Daha bir başqa müayinə metoduna onu görmək istəyərik. Ona görə əlbəttə ki, fetal MRT-yə də ehtiyac var və bu ehtiyac da, bu zərurət də daha da yəni fetal MRT öz tətbiqini daha geniş şəkildə tapacaq gələcəkdə. Belə ki, fetal MRT ilə yalnızca orqanik qüsurlar deyil, artıq bizdə müəyyən müddətdən sonra inkişaf etmiş ölkələrdəki kimi onların yəni 3-cü səviyyə prenatal mərkəzlərində aparıldığı ki, məsələn, fetal kardiak MRT. Onu izah edin, zəhmət olmaz. Fetal kardiak MRT, yəni dölün ürəyinin görüntülənməsidir MRT müayinəsinin köməyi ilə. Dölün ürəyinin həm funksiyası görüntülənir, həm strukturuna baxılır. Bundan başqa funksional, məsələn, funksional strukturlar, funksional vəziyyəti də dəyərləndirə bilir dölün orqanlarını. Məsələn, beynin oksigenlə təchizatını dəyərləndirmək mümkündür. Deyindiyim kimi, miyelinizasiya prosesi 24 həftəsindən başladığına üçün onu metabolik xəstəliklərdə, bəzi metabolitlərin, hətta beyində və qaraciyərdə metabolitləri də dəyərləndirmək olar və bu şəkildə də metabolik xəstələrin erkən diaqnostikasını söyləmək olur. Yəni, çox inkişaf edir. İnşallah cihazlar da çox önəmlidir. Çox önəmlidir, bəli, cihazlar önəmlidir, praktika önəmlidir, alınan sekanslar önəmlidir, kəsiklər önəmlidir. Yəni, ümid edirəm ki, yəni inanıram ki, bu sahədə biz də inşallah daha yəni böyük İnşallah. Doktor, bəs dölün
son dövrlər ən çox eşitdiyimiz sözlər dölün oksigen çatışmaması. Bu haqda da bir balaca danışsanız sevindirmiş olarsınız bizi. Dölün oksigen çatışmamazlığını Doppler müayinəsi dediyimiz müayinənin köməyi ilə qoyuruq. Çox üzr istəyirəm. Mən buradan danışdım. Bax, ultrasəs müayinəsindən danışdıq, MRT-dən danışdıq. Doppler müayinəsindən və onun üstünlüklərindən danışsanız çox yaxşı olardı. Doppler müayinəsi bəzi insanlarda yanlış təəssürat yaradır ki, yəni Doppler müayinəsində hər şey görülür, ultrasəs müayinəsində heç görmürük. Əslində belə deyil. Doppler müayinəsi qeyd eləmək istəyirəm ki, Doppler müayinəsində qan axını dəyərləndirilir. Doppler müayinəsi damarların müayinəsidir. Yəni strukturlardır, orqanlardır, patologiyalar, bunlar onsuz da ultrasəs müayinəsində, detallı ultrasəs müayinəsində bunlara baxılır. Və əlavə olaraq Doppler müayinəsində də qan axını dəyərləndirilir. Qanın axını həm deməli anadan ciftə, həm də ciftdən dölə gəlmə şərtlə 2 mərhələlidir. Biz hər 2 mərhələni, hətta ciftdən göbək ciyəsi vasitəsilə dölə gedən qan axınının sonra döl orqanizmində, döl orqanlarında necə paylandığını da biz Dopplermetrik müayinənin köməyi ilə vizualizə edə bilirik, dəyərləndirə bilirik. Çox vacib bir müayinə metodudur. Niyə? Çünki əgər döldə oksigen yetməməzliyi, qan dövranında bir zəifləmə varsa, azalma varsa, bunu vaxtında aşkarlamaq, vaxtında müalicə həkiminə bu barədə məlumat vermək lazımdır ki, o da öz müalicə taktikasını buna uyğun olaraq dəqiqləşdirsin, müəyyənləşdirsin və daha dərin fetal orqanların daha dərin hipoksik işemik zədələnmələrdən qarşısını ala bilsin. Əgər lazım gələrsə, hətta doğuş taktikasını dəyişirlər. Yəni, məsələn, fizioloji doğuşa deyil, təbii doğuşla deyil, hamiləlik keysariyyə əməliyyatıyla başa çatdırılır və biraz da deməli, daha erkən həftəsində. Eyni zamanda məlumat nə qədər çox olarsa, həmçinin neonatal şöbənin də həkimlərin bu reanimasiya şöbəsi, neonatal şöbə həkimlərinin də iş taktikasını, müalicə taktikasını müəyyənləşdirməyə yardımcı olur. Əslində Zümrüd xanım, doktor, şübhəsiz ki, bizdə pasiyentlərin hamısı bu müayinələrin hamısı ilə razılaşmırlar. Çünki düşünürlər ki, məsələn, uşağa ziyan eləyə bilər. Bir də yayılmış bir mif var axı. Yəni, MRT şuadır, UZI, yəni ultrasəs müayinəsi şuadır. Bunların hamısı zərərlidir. Mən sizə elə bu barədə sual vermək istəyirdim ki, gələn pasiyentlərin hamısı sizinlə razılaşır ki, bəli, doktor, indi həkim müayinəsindən keçərkən növbəti bir müayinə olmaz. Bəli, mən bu müayinədən keçirim, yoxsa çətinliklə qarşılaşırsınızmı? Əvvəl, 10 il bundan əvvəl belə bir çətinliyimiz var idi. Artıq deməli insanlar daha da maariflənmiş, maariflənmə çoxalıb bu mövzular barəsində və əlbəttə ki, ultrasəs müayinəsində heç bir şəkildə tərəddüd etmədən bu müayinəyə razılaşırlar. Hətta birinci xəbəri orada alırlar ki. Əlbəttə. Əgər lazım gələrsə biz onu dinamik müayinələrə çağırırıq. Əgər hansı bir qan axınında hər hansı bir ləngimə varsa, hər hansı bir şübhə varsa, biz onu nəzarətə almalıyıq. Əlbəttə, dölün inkişafına baxmalıyıq, qan axınını nəzarətdə saxlamalıyıq ki, doğuşun taktikasını düzgün şəkildə təyin edə bilsin mama ginekoloq. Ona görə də ultrasəs müayinəsində heç bir belə ciddi bir şeylə qarşılaşmırıq, yəni etirazla. Doktor, ən maraqlı məqamlardan biri də, əlbəttə ki, ana olmağa hazırlaşan xanımlar gəlirlər. Yəqin ki, ilk sual olar ki, cinsiyyət. Cinsiyyət yoxsa problemlər? Əsasən problemlər. Problemlər. Bəli, varmı, dölün vəziyyəti necədir, bizim üçün heç bu əslində çox sevindiricidir. Doktor, təcrübənizdə sizi belə həddindən artıq təəccübləndirən bir hal baş veribmi? Yəni, baxmısınız və həm valideynlə bu haqda danışmalısınız, məsələn, anormal hallar da ola bilər. Çətinliyə salan, yəni demək istəyirsiniz. Yəni, bir həkimin çətinə düşdüyü hal. Əlbəttə, çətinə düşdüyümüz hal çox olur və çox, deməli, üzüldüyümüz hallar olur.
yəni hamilə xoş hisslərlə gəlir. Yəni hamiləlik hər kəs hamilə olanda sonunda bir uşaq sağlam evlad almaq istəyir. Amma maalesef yəni əfsuslar olsun ki, biz bəzən yəni təəssüflər olsun ki, yaxşı xəbərlər vermirik, verməmək, pis xəbərlər vermək məcburiyyətinə qalırıq maalesef. Olur bəli. Odur ki, əziz gənc xanımlar, dünyaya uşaq gətirməmişdən əvvəl mütləq şəkildə keçən dəfə bizim ginekoloq qonağımız da dedi, sonra genetik doktorumuz da mütəxəssis də dedi ki, mütləq ana olmamışdan əvvəl müəyyən müayinələrdən keçmək lazımdır və ana olmağa hazırlaşmaq lazımdır. Ondan sonra yəni dünyaya uşaq gətirmək haqqında düşünün. Təbii ki, bəzən yəni qadın heç planlanmadan hamilə olur və bu halda da şükür Allah ki, belə müayinələrimiz var və erkən problemlər aradan qaldırılır. Doktor, bəs dölün inkişafına emosional vəziyyət nə qədər təsir eləyir? Hamilənin emosional, günümüzdə yəni hər bir insanda emosional yəni partlamalar deyilir, belə bir şeylər ola bilir. Yəni amma ciddi stressdən, çox ciddi stressdən deməli uzaq olmaq lazımdır. Ümumiyyətlə stressdən uzaq olmaq məsləhətdir, tövsiyə olunur. Bu da mümkün deyil. Bəli, ciddi stress faktorlarının təsiri nəticəsində bədəndə ifraz olunan hormonlardır və ya mediatorlar, bunlar deməli qan təzyiqinin qalxmasına ciddi başqa bir dəyişikliklər gətirib çıxardar ki, o da dolayı yolla dölün qan dövranına mənfi təsirini göstərir və döl kəskin hipoksiyaya girə bilər və ya vaxtından qabaq doğuş, ciftin vaxtından əvvəl qopması, qanamalar, qanaxmalar kimi bu və ya başqa fəsadlara çox, yəni arzu olunmaz fəsadlara gətirib çıxarda bilər, məsləhət deyil yəni. Deməli, stressdən uzaq olmaq lazımdır. Əlbəttə ki, hər insan stressdən olmalıdır. Hamilə xanımlar xüsusilə, çünki ana olmağa hazırlaşırlar. Doktor, bir sual da verəcəm. Demək, biz adətən danışırıq ki, danışanda adətən xəstəlikləri genetikaya yönləndirir ki, doğru olan da budur. Bəs yaşadığımız həyat tərzi, yəni ekologiya, bunlar yəni dölə təsir edirmi? Əlbəttə təsir eləyir. Xüsusən zərərli vərdişlər varsa hamilə qadınlarda ki, bizim xoşbəxtlikdən bizim qadınlarda belə bir zərərli vərdişlər yəni yox dərəcəsindədir. Amma varsa, əlbəttə ki, nikotin kimi, narkotik vasitələr, spirtli bunlar deməli dölün sağlamlığına çox ciddi təsir göstərir. Xüsusən erkən həftəliklərdə, erkən 10 həftəyə qədər olan müddətdə ki, hansı ki, dediyim kimi bu dövrdə embrionda orqanogenez prosesi tamamlanır, gedir. Yəni düşünün ki, mayallanma bir hüceyrə zigotadan başlayır bu deməli bölünmə, bir hüceyrə səviyyəsindən başlayır bölünür və böyük bir orqanizma formalaşır. Yəni düşünün ki, o prosesdə olan ən adi, ən yəni zərərsiz saydığımız xarici faktorlar belə ona mənfi təsirini göstərə bilər və ciddi qüsurlara gətirib çıxarda bilər. Doktor, özünüzün məlumat vermək istədiyiniz nələrsə varmı? Yəni, bax, bu hal-hazır bizi izləyən hamilə analar, qızlarımıza. Bu arada mütləq şəkildə telefon nömrəmizə, əlaqə nömrəmizə də xatırladaq Zümrüd xanım ki, hamilə olan xanımlar bizə zəng eləyə bilər. Əlaqə nömrəmiz 050-455-79-46-dır. Düz verilişimizin sonuna çox az qalıb, amma yenə də... Birinci növbədə onu demək istəyirəm ki, hamilə qadınlar mütləq, yəni çəkinmədən tibbi, deməli, ilk öncə mama ginekoloqların, daha sonra demək, biz radioloqların, deməli, nəzarətində olsunlar və yönləndirildiyi hər bir müayinəyə çəkinmədən getsinlər. Çünki həkim, peşəkar həkimlər heç bir halda ziyanı olan müayinə metodlarına yönləndirməzlər hamilələrini, onu narahat olmasınlar. Amma hamilələrin vaxtında müşahidə altında olması, vaxtında yazılan müalicələri, müayinələri yerinə yetirilməsi bunların gələcək sağlam uşaq deməli dünyaya gətirməsi üçün önəmli faktordur. Ona görə də müayinələrdən qaçmasınlar. Yəni vaxtında olsunlar müayinələrini. Doktor, bəs bu planlı hamiləlik və plansız hamiləlik,
Bax, bu haqda da danışaq. Yəni biraz bundan öncə elə bu sualı mən sizə ünvanlamışdım, amma istəyirdim bu barədə bir balaca geniş danışaq. Planlı və plansız hamiləlik əsasən bu daha çox ginekoloqların mövzusudur, amma ginekoloqların, amma qısa şəkildə belə deyə bilərəm ki, bəli, planlanmış hamiləliyin gedişatı daha bir, yəni daha rahat olur keçişə. Əgər məsələn öz sahəmə aid belə bir şey deyə bilərəm ki, əgər birinci hamiləlikdə, öncəki hamiləlikdə məsələn mərkəzi sinir sistemi patologiya, məsələn spina bifida kimi bir patoloji hamiləliyi olubsa bir xanımın mütləq hamilə qalmadan öncə fol turşusu almalıdır müəyyən müddət, müəyyən bir dozada ki... Yekunlaşdıraq doktorum, çünki verilişimizin sonuna gəlib çatdıq. Təşəkkür edirik gəldiyiniz üçün. Çox sağ olun, dəvət elədiyiniz üçün. Çox sağ olun Aynur xanım. Əziz xanımlarımız, ana olmağa hazırlaşırsınızsa mütləq Aynur xanım yanına getməlisiniz. Bugünlük sağ olasırıq. İnşallah yenidən görüşmək ümidi. Sağ olun. Sağ olun.